Hazırda ölkə üzrə 60 mindən çox aktiv vakansiya var. Lakin rəqəmlərdən daha çox iş dünyasının sürətlə baş verən transformasiyası diqqət çəkir. Süni intellektin həyatımıza girişi ilə elə peşələr yaranır ki, onların adı bir neçə il əvvəl heç lüğətimizdə də yox idi. Dövlət Məşğulluq Agentliyinin 2025-ci il yekunları göstərir ki, biz indi gələcəyin naməlum peşələrinə hazırlaşmaq dövründəyik. Hazırda ölkə üzrə 60 mindən artıq aktiv vakansiya var. Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunları və bu ilin planlarına dair keçirdiyi mətbuat konfransında deyib. Ümumilikdə 2025-ci il ərzində 448 işə götürənlə əmək haqqının birgə maliyyələşdirilməsi istiqamətində müqavilələr bağlanılmış və 1763 vətəndaşımız bu istiqamətdə işlə təmin olunmuşdur. 10.805 nəfər işçidən sığorta ödənişi və bu proseslə əhatə olunub. Hesabat dövründə ölkə üzrə 218 əmək yarmarkası keçirilib. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu tədbirlərin 18-i işğaldan azad edilən ərazilərin payına düşür. Həmin bölgələrdə peşə hazırlığına cəlb edilən sakinlərin sayı isə artıq 360-a çatıb. Ümumilikdə özü məşğulluq proqramına cəlb edilən vətəndaşlarımızın sayı 705 nəfərə çatdırılıb, 266 nəfərlə də bu istiqamətdə işlər aparılır. Əsasən özünün işğaldan azad olunmuş ərazi özünü məşğulluq proqramına cəlb edilən vətəndaşlarımız Xocalı, Ağdam, Ağdərə, Ağdam və Füzuli rayonları ərazisində ərazi repatriasiya edən vətəndaşlarımızdır. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə köçən vətəndaşlarımızın 58% dövlət, 42% isə özəl sektorda çalışmaqdadır. Qlobal tendensiyalar isə əmək bazarında təklif olunan işlərin transformasiyasını qaçılmaz edir. Rəqəmsallaşma və süni intellektin inkişafı bir çox ənənəvi peşənin aktuallığını itirməsinə, eyni zamanda tamamilə yeni sahələrin yaranmasına səbəb olur. 2025-ci ildə, 2030-cu ildə funksional strukturun dəyişəcək peşələr olacaq. Təkcə AI prompter ixtisası üzrə bu dəqiqə dünyada Udemy-yə baxın, Coursera-ya baxın, LinkedIn Learning-ə baxın, minlərlə kontent olan kurslar paylaşılıb və bu istiqamətdə olan vakansiyalar elanlara çıxılır. 2017-ci ildən etibarən dünyaya gələn uşaqların 60%-dən çoxu əmək qabiliyyətli yaşa çatanda nə işlə məşğul olacaq? Hələ o peşələr icad olunmayıb. Dövlət Agentliyinin sədri onu da bildirdi ki, artıq işə düzəlmədə vasitəçiliklə məşğul olan hüquqi şəxslərin reyestri şəffaflıq və operativlik məqsədi ilə elektronlaşdırılır. Toğrul Quluzadə, Anar Ağazadə, İTV Xəbər.